Döyüşün nəticələri. Bədir döyüşünün nəticələri əzəmətli oldu. Belə ki, düşmən Məkkə istiqamətinə qaçmağa başladı. Hər tərəfdən onları ümidsizlik və zəlalət bürümüşdü. Çünki döyüş meydanında 70 meyit və 70 əsir, çoxlu qənimət qoyub qaçırdılar. Qalib gəlmiş müsəlman döyüşçülər arasında qənimətin bölünməsi ilə bağlı ilkin ixtilaf əlamətləri görünməyə başladı. Peyğəmbər salavatullah bütün qəniməti bir yerə yığmaq əmri verdi ki, bu barədə öz rəyini bildirsin. Bu vaxt Ənfal surəsindəki qənimətlərin bölünməsi və xümsün ehkamlarını təsbit edən ilahi vəhy nazil oldu və Allahın Rəsulu hər bir döyüşçüyə bərabər şəkildə olmaqla payını verdi. Əl-Məğazi 1-ci cild 104-cü səhifə. Əs-Siratun Nəbəviyyə 1-ci cild 642-ci səhifə. Əsirlərlə bağlı Peyğəmbər salavatullah elan etdi ki, kim 10 müsəlman uşağına oxumaq və yazmaq öyrədərsə, bu onun fidyəsi olacaqdır. Bununla da o həzrət İslam əqidəsinin aliliyini, bu əqidənin təlimə və savadlı insan tərbiyə edilməsinə necə çağırdığını bir daha göstərdi. Qalan əsirlərin hər biri üçün Rəsul-i Əkrəm 4000 dirhəm məbləğində fidyə müəyyən etdi. Və bu qərar Peyğəmbər salavatullahın qızı Zeynəbin əri Əbülasa da şamil edildi. Belə ki, onu başqa müşriklərdən ayırmadılar. Zeynəb öz boyunbağısını ərinin fidyəsi əvəzində göndərəndə, Peyğəmbər salavatullah boyunbağını görcək ağladı və xanımı Xədicəni yadına saldı. Sonra isə müsəlmanlara xitabən buyurdu. Əgər görsəniz ki, onunəsirini buraxıb malını da özünə qaytara bilərsiz, bunları edin. Peyğəmbər salavatullahın bu xahişi müsəlmanların rəhmini daha da artırdı. Əbulas tələsi Məkkəyə geri döndü ki, Peyğəmbərə vəd etdiyi kimi Zeynəbi Mədinəyə göndərsin. Açıq-aşkar qələbənin və uğurun şad xəbərləri Mədinədə də yayıldı. Müsəlmanların qəlbini sevindirdi, Yəhudilərin və münafiqlərin ürəklərini isə həyəcanlandırdı, onları qorxutdu. Ona görə də onlar bu xəbəri təksib etməyə səy göstərdilər. Amma gec idi. Çünki müsəlmanların sevincinin həddi-hüdudu yox idi. Və onlar qalib gəlmiş rəhbəri, Peyğəmbər salavatullahı qarşılamağa çıxmışdılar. Məkkəlilər üçün fəlakət dövrü başlandı. Şəhərin ab-havasını kədər və hüzn bürümüşdü. Müşrikləri sanki bu məğlubiyyətlə ildırım vurmuşdu. Kədər və qəm Məkkə və ətrafdakı bütün evləri də bürümüşdü. Qur'an-ı Kərimin mübarək ayələri də bu taley yüklü döyüş barədə açıq və aydın mətnlərlə xəbər verir. Hadisələri təfsilatı ilə zikr edir və risalətini yaymaqda öz Rəbbinə sadiq olan İslam ümmətinə ilahi imdadın necə çatmasını nəql edir. Həmin ayələrdə buyurulur. O zaman Bədr müharibəsi meydanında Rəbbimizdən kömək istəyirdiniz. Beləliklə, Allah sizin duanızı qəbul etdi ki, mən mütləq sizə arxaları ilə minləri gətirən 1000 mələklə kömək edəcəyəm. Və mələklərin sayı ümumilikdə 3000 oldu ki, 5000-ə qədər nəzərdə tutulmuşdular. Ənfal surəsi 9-cu ayə. O zaman Allah onun tərəfindən xatircəmlik olsun deyə sizi mürgü ilə bürüdü və sizi paklaşdırması, şeytanın murdarlığını, şeytanın vəsvəsəsini və ya cənabətliliyi sizdən təmizləməsi, qəlblərinizi möhkəmləndirməsi və qədəmlərinizi sabitləşdirməsi üçün göydən sizə su endirirdi. Ənfal surəsi 11-ci ayə. O zaman Rəbbin mələklərə vəhy edirdi ki, mən sizinləyəm. Odur ki, iman gətirənlərin qədəmlərini sabit edin.
tezliklə kafirlərin qəlblərinə qorxu salaram. Beləliklə, boyunlarına, başlarına zərbələr endirin və barmaqlarının hamısının ucunu kəsin. Ənfal surəsi 12-ci ayə. Ayrılıq günü o zaman idi ki, siz vadinin Mədinəyə yaxın tərəfində əlverişli olmayan bir mövqedə idiniz. Onlar Mədinədən uzaq tərəfdə, Məkkəyə yaxın olan və əlverişli olan bir mövqedə, Qureyşin ticarət karvanı isə sizdən aşağı hissədə idi ki, onlar qaça bildilər. Əgər bir-birinizlə vədələşsəydiniz, həmin vədələşmənizdə fikir ayrılığına düçar olar, yaxud orada olmaqdan yayınardınız. Lakin Allahın olmalı işi gerçəkləşdirməsi üçün belə oldu və belə bir məcburi qarşıdurma yarandı və qarşıya qeyri-adi qələbə çıxdı ki, həlak olan dəlil-sübut üzündən həlak olsun və mənəvi həyat tapan dəlil-sübut üzündən həyat tapsın. Həqiqətən Allah eşidən və biləndir. Ənfal surəsi 42-ci ayə. Və xatırla o zamanı ki, onlarla üz-üzə gəldiyiniz vaxt Allah öz əzəli elmi və mütləq iradəsi əsasında olacaq işi gerçəkləşdirməsi üçün ilk baxışda onları sizin gözlərinizdə az göstərir və sizi onların gözlərində azaldırdı. Hərçənd döyüş əsnasında iş əksinə oldu. Bütün işlər və varlıq aləminin bütün hadisələri nəticələrin səbəblərə qayıtması qanununa uyğun olaraq mütləq səbəb olan Allaha qayıdır. Ənfal surəsi 44-cü ayə. Həqiqətən sizin üçün Bədr döyüşündə bir-biri ilə qarşılaşan iki dəstədə Allahın qüdrəti və tövhidinə dair nişanə var idi. Bir dəstə Allah yolunda döyüşürdü və digər dəstə kafir idi ki, müsəlmanları öz gözləri ilə özlərindən 2 qat artıq görürdülər. Və elə buna görə də məğlub oldular. Allah istədiyini öz köməyi ilə qüvvətləndirir. Əlbəttə bunda, bu işdə bəsirət sahibləri üçün bir ibrət vardır. Ali İmran surəsi 13-cü ayə. Və həmçinin bu qələbəni nəsib etdi ki, kafirlərin bəzisinin kökünü kəssin və ya onları naümid geri qayıtmaları üçün əzsin. Ali İmran surəsi 123-cü ayə. Həqiqətən Allah sizə Bədr döyüşündə gücsüz və pənahsız olduğunuz halda kömək etdi. Buna görə də Allahdan qorxun ki, bəlkə şükr edəsiniz. Ali İmran surəsi 127-ci ayə. Əli ibn Əbu Talib bu böyük savaşda qorxmayaraq qəhrəmanlıq göstərdi. Bu qəhrəmanlıq Vəlid ibn Ütbəni öldürdükdə və əmisi Həmzəyə və Übeydə ibn Harisə müvafiq olaraq Şeybəni və Ütbəni onlara hücum edərək qətlə yetirməkdə yardımcı olduğu zaman özünü göstərdi. Mərhum Şeyx Müfid, Əli ibn Əbu Talibin Bədr döyüşü günü öldürdüklərinin 36 nəfər olduğunu və hələ bir neçəsinin də məhvində iştirak etdiyini xəbər verir. Əl-İrşad 39-40-cı səhifələr. İbn İshaq deyir, Bədr günü ən çox müşrik öldürən Əli oldu. Əl-Mənaqib 3-cü cild 120-ci səhifə. Bu məğlubiyyət Qureyşi özünün Şamdan İraqa olan ticarət yolunu dəyişdirməyə məcbur etdi. Xüsusən də artıq müsəlmanlar Ərəbistan yarımadasındakı cəmiyyətin tərkibinə təsir edən güclü bir varlığa çevrilmişdi və bu təsir get-gedə artmağa başlayırdı. Bunun da nəticəsində Qureyş qəbiləsi qəbilələr arasında öz hörmət və ləyaqətini itirir,
Bunun müqabilində müsəlmanların öz arasında, müsəlmanlarla rəhbərləri olan Peyğəmbər salavatullah arasında əlaqələr daha da artır və güclənirdi.